Ərəfə günü istisnai, xüsusi bir gündür. Hədisdə var ki, bir adam Qədr gecəsində bağışlanmasa, Allah onu heç vaxt bağışlamaz il ərzində. Bağışlanmaqdan ümidsizdür. O adam ki, Qədr gecəsində bağışlanmayıb. Amma bir gün fürsət var. Qədr gecəsində bağışlanmayanlar üçün bir gün fürsət var. O da Ərəfə günüdür. Ərəfə günü Allah günahkarları bağışlayır. O günahkarlar ki, Qədr gecəsində özlərini bağışlatıra bilmədilər. Bağışlanmayan günahkarları Ərəfə günündə Allah bağışlayır. Bir tövsiyə də var, alimlər deyir ki, başqa insanları, başqa möminləri çox dua eləyin. Ərəfə günündə hədisdə var ki, bir mələk də yanır insanın başı üzərində, insan başqasını dua edərkən nida eləyir ki, onun neçə bərabəri sənin özvə olsun. Nə ki, dua eləmişdin, ondan artığını özvə qəbul edirlər. Ümumiyyətlə, bizim dinimiz həm dərdli dinidir. Başqalarının hacəti üçün çalışmaq və onları dua etmək çox mühüm məsələdir. Gecə deyir, qaranlıqda dur, hamı yatanda 40 dənə mömini dua elə. Ən xəlvət məqamda başqalarını yad elə. Ərəfə günü etiraf günüdür. Ərəfə günü düşüncə və təfəkkür insanın özünü hesaba çəkdiyi bir gündür. Öz əməllərini, öz günahlarını hesaba çəkdiyi bir gündür. Ona görə də Ərəfə günündə Allahın dərgahına yönələk, bacardığımız qədər Allaha ibadət eləyək. Allahdan da arzu edirəm, Allah bütün ibadət eləyənlərin, dua eləyənlərin ibadət və dualarını qəbul eləsin.